Salam, hər vaxtınız xeyir olsun. İkinci blok sınav imtahanının izahına baxırıq. Keçən dəfə qeyd etdiyim kimi hər gün bir blok sınav imtahanının izahını sizin üçün paylaşıb izah edəcəm. Sınav imtahanının onlayn sınaq formatında təşkil edirik. Həmin onlayn sınavın linkini də videonun şərhlər bölümündə qeyd edəcəm. İstəyən şagirdlər oradan özünü yoxlayıb sonra izahlarına baxa bilər. İlk sual onluq say sistemində yazılmış ədədlərlə bağlıdır. Burada A, B-ni yazılışından biz 10A üstəgəl B, 5A üstəgəl 7B yazsaq, buradan 5A bərabər 6B alarıq. A bərabər 5K, B bərabər, səhv dedim, A bərabər 6K, B bərabər 5K deyə bilərik. Burada K-ya 1 desək, A6, B5 alarıq. Rəqəmlər olduğu üçün məcburən 5-6-nı götürürük. İkinci sualda verilmiş ifadə müxtəsər vurma düsturlarıdır. A üstəgəl B kvadrat çıx 5-in kvadrat. Qeyd etməyi unutdum. Bu sınav imtahanları Əli Yaqubov müəllimin kitabından götürülmüşdür. Həmin kitabdakı blok sınaqlarıdır. Burada A üstəgəl B-in kvadrat çıx 5-in kvadratı yazıb, A üstəgəl B çıx 5, A üstəgəl B üstəgəl 5 yaza bilərik. Bu iki ifadədə biz A üstəgəl B-ni toplasaq, diqqət edin, 105 eləyəcək. 68, 36, 104, 5-də 3 ilə 5-də 2-də 1. Onda buradan alırıq 105 çıx 5, 105 üstəgəl 5. Bu bizə verir 100 vurulsun 110. Yəni cavab 11, 3 dənə də 0. Cavab 11.000. C variantı. Üçüncü sualda 150 qram şəkər tozu ilə 350 qram suyun qarışığından alınan məhlulda şəkər faizini tapın. Biz bilirik ki, məhlul dedikdə maddə və suyun cəmi başa düşülür. Və məhlulun faiz göstəricisi həmişə maddəni təyin edir. Mən burada indi neçə qram maddə varsa onu yazıram, 150 qram maddə. Ümumi məhlul isə 500 qramdır. 150-500 qramın neçə faizidir? 100-ə vurduqda bunu ixtisar olunur 5, cavab 30%, Y variantı olacaq. Növbəti sualda 2 bölünsün, kök 19 üstəgəl kök 17 irrasional ifadələrin sadələşdirilməsinə aid bir nümunədir. 2 böl kök 17 üstəgəl kök 15 və kök 15. Biz burada bunu ortaq məxrəc gətirmək istəsək, kifayət qədər vaxtımız gedər. Amma hər bir toplananı, kəsiri ayrı-ayrı irrasionallıqdan azad etsək, məsələn, birincini kök 19 çıx kök 17-yə vursaq, sürət və məxrəc. İkincinin məxrəcini kök 17 çıx kök 15-ə vursaq, sürəti də kök 17 çıx kök 15-ə vursaq. Burada kəsirin məxrəcində alınacaq. Sürətdə 2 vur kök 19 çıx kök 17, aşağıda isə kök 19 kvadrat çıx 17 kvadrat. Burada 2 vur kök 17 çıx kök 15, aşağıda isə 17 çıx 15. Burada 2-lər ixtisar olunur. Üstəgəl kök 15 vur kök 19. Nə gördük? Kök 19 çıx kök 17, üstəgəl kök 17 çıx kök 15, üstəgəl kök 15 vur kök 19. Mənfi müsbət islah olunur. Kök 19 vur kök 19, doğru cavab D variantı 19. Beşinci sualda rasional kəsirlərə aid bir sualdır. İfadənin qiymətini hesablamamızı istəyir. Amma bu tipli suallarda əvvəlcə sadələşdirib, sonra qiyməti yerinə yazmaq lazımdır. Kəsirin sürətində A-nın məxrəcini 1 düşünsək, məxrəcdə burada bir ifadə dəyişməz, amma sürəti ortaq məxrəc gətirəndə A-da A kvadrat çıx 2A, bu mənfi, burada çıx 1-i üstəgəl 1 eləyəcək. Nə almış oluruq? A çıx 1-in kvadratı böl A vurulsun. Burada bunun tərsinə çevirsək 1 çıx A-da 3A. Alar ixtisar olunur. A çıx 1-in kvadratını mən 1 çıx A kvadrat yazsam da bir şey dəyişməz. Bunlar ixtisar olunar 1 çıx A. 1 çıx mənfi 1 onda 5, cavab 2 onda 5 alırıq. Burada amma mən unutdum 3-ü yazmağı. Ona görə burada 3 vurulsun yazmalıyam. Bu ifadə 2 onda 5 3-ə vurmalıyam. Doğru cavab 7 onda 5 var.
Altıncı sualda çoxhədli əmsallar cəmini tapmamızı istəyir. Şagirdlər, əmsallar cəmini tapmaq üçün dəyişənlərə 1 yazmaq kifayət edir. Soldakı çoxhədli əmsallar cəmi sağdakı çoxhədli əmsallar cəmi ilə eynidir. Buradan cavabı 1 tapırıq. Amma biz məsələn bunu qruplara ayrılmasını istəsəydik, o zaman x üstü 4 üstə gəl. X kvadratını 2x kvadrat çıx x kvadrat yazıb, x kvadrat üstə gəl 1-in kvadratı çıx x kvadrat yazsaq. Burada x kvadrat üstə gəl 1 çıx x, x kvadrat üstə gəl 1 üstə gəl x alırıq. Deməli, A çoxhədlisi bu çoxhədli imiş. 7-ci sualda şəkildə verilənlərdən alfanı tapmamızı istəyir. Çevrədə mərkəzdən vətərə toxunana çəkilmiş radius perpendikulyardır. Bu da perpendikulyardır. Qövs alfa üstəgə 70-dirsə, mərkəzi bucaq da alfa üstəgə 70-dir. Yəni, bu iki bucağın cəmi 180-dir. Beləliklə, gördüyü qövslə toxunanlar arasındakı bucağın cəmi 180 dərəcədir. Buradan 2 alfanı tapırıq 140, alfa 70 dərəcə alırıq. Verilmiş funksiyalardan hansı cütdür? Biz bilirik ki, x-in qüvvəti cüt olanlar trigonometriklərdən kosinus və modul x. Bunlar cüt funksiyadır. X-in qüvvəti tək olanlar trigonometriklər sinus, kosinus, tangens, daha doğrusu kotangens, tangens, bir də arc sinus, arc tangens. Bunlar tək funksiyalardır. Həm də bilirik ki, tək funksiya əgər gx tək funksiyadırsa, tərkibindəki mənfini qarşısına çıxardır. Fx cüt funksiyadırsa, daxilində arqumentin mənfisi ilə müsbətində eyni qiymət alır. İndi mən burada gx vur fx-in tək və ya cüt olduğuna baxmaq istəyirəmsə, hx bərabər gx vur fx. O zaman h mənfi x burada olacaq. Mənfi gx vur fx. Yəni, h mənfi x mənfi hx-ə bərabərdir. Beləliklə, təklə cütün hasili nəticədə tək funksiya oldu. Nisbəti də həmçinin. İndi burada modul x cüt funksiyadır. Modul x cütdür, sinus x təkdir. Onda bunların hasili tək olacaq. X kvadrat burada cütdür, tangens x təkdir. Hasili tək olacaq. Burada x kvadrat cütdür, 1 cütdür, sabit funksiyadır, 3x təkdir. Ona görə də təklə cütün cəmi nə tək, nə cütdür. Nə tək, nə cütdür. D variantı x kvadrat cüt, sinus x təkdir. Hasili təkdir. Y variantında x tək, sinus x tək. Hər ikisi tək funksiya olduğu üçün hasili cüt funksiya olacaq. Kök adlı 24 çıx 2x çıx x kvadrat funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin cəmini tapmamızı istəyir. Biz kök 6 ifadənin kvadrat üçhədli olduğunu görürük. Bu üçhədlidə x kvadratın əmsalı mənfi 1 olduğu üçün bunun ən böyük qiyməti var. Ən böyük qiymət düsturu nə idi? 4ac çıx b kvadrat böl 4a. Biz burada ən böyük qiyməti 100 böl 4, 25 tapırıq. Onda y funksiyanın da ən böyük qiyməti kök altda 25, yəni 5-dir. Kök 6 funksiyanın ən kiçik qiyməti təbii ki, 0-dan kiçik deyil. Ona görə ən kiçik qiyməti 0 yazırıq. Qiymətlər çoxluğu 0, 5 parçasıdır. Burada qiymətlərin cəmi 15 alırıq. Tam qiymətlərin cəmi istəyir. 10-cu sualda A və B vektorları kollineardır. Kollinear vektorların uyğun komponentlər nisbəti bərabərdir. 3 böl mənfi 6, mənfi 2 böl n, n böl 1. Buradan bərabərlikdən 3n 12, n-i 4 tapırıq. N-ə 4 yazdıqda 4n mənfi 2-dir deyə n, m, burada m yazmalıydım, mənfi 2-də 1-dir. İndi AB skalyar hasili bərabər olacaq. Mənfi 6 vur 3 üstə gəl.
Mənfi 2 vur n. Üstə gəl. Mənfi 2-də 1 vur 1. Buradan alırıq mənfi 18 çıx 8 çıx 0,5. Doğru cavab mənfi 26,5 Y variantı olacaq. Trigonometri təhlillər mövzusuna aid bir sualdır. Yaxşı sualdır, baxaq. Burada sinus kvadrat var, sinus x var. Hər ikisindən sinus x-i ortaq çıxartsaq, sinus x kosinus x çıx kök 3 bərabər 0. Hasilin 0 eləməsi üçün vuruqları ayıraraq da 0 etməliyik. Sinus x 0-a bərabər olanda x pi k olur. Sinus x kosinus x hasili 2-də 1 sinus 2x deməkdir, kök 3. Buradan alırıq ki, sinus 2x 2 kök 3 1-dən böyük ola bilməz. Doğru cavab A variantıdır. Loqaritmik ifadənin sadələşdirilməsinə aid bir nümunədir. Deməli, burada şagirdlər çox maraqlı bir məsələ var. Baxın, mən 1-1 yazacağım. 3 üstü 2-də 1. 1 bölü 7-dən 3 loqaritmanı tərsinə çevirsəm 3-dən 7 loqaritmadır. 7 ilə 3-ün burada yerini dəyişə bilərik. 3 əsasdan 3 alınacaq. O da kök altda 7 deməkdir. İndi ikinciyə baxaq. 3 üstü loqaritma 3 əsasdan 8-in kvadratıdır. Biz burada loqaritmanın kvadratını 3 əsasdan 8 üstündə 3 əsasdan 8 yaza bilərik. Bu bizə verəcək 8 üstü 3 əsasdan 8. Bu da bərabərdir. 8 2-nin kubu daxil. Bunu 2-nin kubu yazsaq 3 keçir qarşıya 3 əsasdan 2 alınır. Deməli birinci toplanan bu ifadə kök 7, bu ifadə isə 8 üstü 3 vur loqaritma 3 əsasdan 2 elədi. Yəni birinci və ikincilər bir-birinə bərabərdir. Deməli burada qalır bu ifadə. Burada da 9 ilə kök 2-nin yerini dəyişsə 2 əsasdan kök 2, o da 2-də 1 deməkdir. 9 üstü 2-də 1 də 3'dür. Doğru cavab A variantı. Üslü tənliklərə aid bir nümunədir. 1000-də 125, şagirdlər, 1000-də 125. Bunu bilmək lazımdır şifahi ki, bu 8-də 1-dir. 8-də 1 də 2-də 1-in kubudur. İndi biz bunu 3-cü dərəcədən kök altında yazanda, baxın, 3-cü dərəcədən 2-də 1-in kubu vurulsun. 1 çıx 4x üstəcə 3x kvadrat. Burada 3 ilə kökün dərəcəsi ilə 2-də 1-in kubundakı qüvvət ixtisar olunur. Qalır 2-də 1 üstündə 1 çıx 4x üstəcə 3x kvadrat. İndi loqaritma 2 əsasdan 4 bizə 2 verir. Bu da 2 üstü x-dir. Nə deməkdir? Əsaslar eynidir deyə biz bunları qüvvətlərini çıxa bilərik. Yəni buradan alırıq ki, biz 2-də 1 üstü 1 çıx 4x üstə 3x kvadrat 1 çıx x-dir. 2-də 1 2 üstü mənfi 1 deməkdir. Mənfini vursaq əgər mənfi 3x kvadrat üstə 4x çıx 1 2 üstü 1 çıx x-dir. Əsaslar eyni olduğu üçün qüvvətləri bərabərləşdirirəm. Buradan alacağım 3x kvadrat çıx 5x üstə gəl 2 bərabər 0. Viet teoreminə görə köklər hasili 3-də 2-dir. Doğru cavab C var. 14-cü sualda A-nın hansı ən kiçik tam qiymətində kvadrat tənliyinin 2 müxtəlif həqiqi kökü var. Kvadrat tənliyin 2 müxtəlif kökü olması üçün birinci A çıx 1 0-dan fərqli olmalıdır. Çünki kvadrat tənliyi olması üçün x kvadratın əmsalı 0-dan fərqlənməlidir. 2 müxtəlif həqiqi kök üçün də diskriminant 0-dan böyük olmalıdır. Diskriminant bərabərdir. Burada mənfi 2 vur A üstə gəl 1-in kvadratı çıx. 4 vur A çıx 1, A çıx 3. Buradan 4 A kvadrat üstə gəl 2A üstə gəl 1 çıx. 4 vur A kvadrat çıx 4A üstə gəl 3 yazır. Nə alıram? 4A kvadrat üstə gəl 8A üstə gəl 4 çıx 4A kvadrat üstə gəl 16A çıx 12. İslah olundu 4A kvadratlar. Deməli, diskriminant bərabər oldu. 24A çıx 8. 0-dan böyük dedikdə A böyükdür 24-də 8. Yəni 3-də 1-dən böyükdür. Amma burada 3-də 1-dən böyükdür deyib
Cavabı 3də 1 müsbət sonsuzluq yazsaq bu səhv çıxacaq. Çünki çünki əvvəldə qeyd etdik ki, x kvadratın əmsalındakı a birdən fərqli olmalıdır. Ona görə doğru cavabı olacaq a daxildir 3də 1-dən 1-ə birləşir 1-dən müsbət sonsuzluğa. Ən kiçik tam qiymət də 2 olur. 15-ci sualda koordinat başlanğıcına keçən xətti funksiyanın kx üstəgəl b-nin mənfi 4x üstəgəl 13-ə paralel olduğunu deyir. İki düz xəttin paralelliyi üçün bucaq əmsalları bərabər olmalıdır. Mən k-ya mənfi 4 yazsam, funksiyam olacaq mənfi 4x üstəgəl b. Koordinat başlanğıcından keçdiyi üçün 0, 0 yaza bilərəm. Y-ə 0 yazanda x də 0 olur. B-ni tapıram 0. Deməli, y bərabərdir. Mənfi 4x düz xəttini aldıq. Ordinatı 6 olduqda apsisi neçə olacaq? Mənfi 1,5. Cavab Bakı variantı, B variantı. 16-cı sual qəbul imtahanlarında bir neçə dəfə istifadə olunmuş sualdır. Kəsirin ən böyük qiymətini tapmamızı istəyir. Biz burada kəsiri parçalasaq, 4 vur a üstəgəl b böl a üstəgəl b üstəgəl 57 böl a üstəgəl b. Alırıq 4 üstəgəl 57 böl a üstəgəl b. A və b natural deyir. Natural deyir, kəsirin ən böyük olması üçün kəsirin məxrəc ən kiçik olmalıdır. Məxrəci 8-dən böyük minimal qiymət 9-la 10 götürə biləcəm. Onda 4 üstəgəl 57 böl 9 üstəgəl 10, 4 üstəgəl 3, doğru cavab 7-dir. Burada tapılmalıdır, hərf səhv düşür. Ardıcıllığın limitinə aid bir sualdır. Sürətdəki ifadəni biz vursaq əgər 3n kvadrat üstəgəl 11n çıx 20 böl n kvadrat üstəgəl 4n çıx 7-dir. Bu tip sualları yazdıqda biz şagirdlər, əgər test misalıdırsa, qüvvəti ən böyükləri bölüb 3n kvadrat bölü n kvadrat doğru cavab 3 deyil. Ətraflı yazı tələb edən sualdırsa, hər tərəfi n-in ən böyük qüvvətinə bölürük. N kvadrata bölürük. Burada 3 üstəgəl 11 bölü n, 20 bölü n kvadrat, 1 üstəgəl 4 bölü n çıx 7 böl n kvadrat. Buradan bu sıfıra gedir, bu da sıfıra gedir. Bu 0, bu da 0. Doğru cavab 3 böl 1, cavab 3 alınır. Bax, diqqətli olmaq lazımdır ki, ətraflı yazı tələb edən suallarda konkret həll yazdıqda bəzən sizin balınızı kəsə bilərlər. 18-ci sualda üçbucaq verib, BC-ni 8 verib, BC-ni 8 verib, AC-ni 15 verib, C bucağı 90 dərəcədən böyükdür. Üçüncü tərəfin ala biləcəyi ən kiçik tam qiyməti tapmamız istəyir. Biz burada bilirik ki, əgər bura 90 dərəcə olsaydı, məsələn 8, 15, onda hipotenuz 17 alardıq. Bu bucaq 90 dərəcədən böyükdürsə, deməli C böyük olacaq. Digər iki tərəfin kvadratlar cəminin kökündən böyük olacaq 8 kvadrat üstəgəl 15 kvadratdan. Kök altı kiçik olacaq 8 üstəgəl 15-dən. Yəni 17 ilə 23 arasındadır. Ən kiçik tam qiymət 18-dir. Ümumi halda isə burada belə idi ki, əgər bucaq verilməyibsə, burada C kiçikdir A üstəgəl B böyükdür modulda açıq B-dən. Əgər iti bucağın qarşısındakı tərəfdən danışırıqsa, fi 90-dan kiçikdirsə, tutaq ki, C, A, B, o zaman C kiçik olurdu. Digər iki tərəfin kvadratlar cəminin kökündən böyük olurdu fərqinin modu. 19-cu sualda bərabər yanlı trapesiyanın diaqonallarını perpendikulyar verib, oturacaqları verib, hündürlüyü tapmamızı istəyir. Hazır düsturumuz var. Mən amma düsturu yazmayacağam. Diaqonalları çəkək. Perpendikulyar qeyd edilir. Bərabər yanlı trapesiya olduğu üçün diaqonallar da bərabərdir. Onda bu bucaqların da hər biri 45-45-dir.
Burada 45, 45 düşür. Mən indi bu diaqonalların kəsmə nöqtəsindən hündürlük çəkəndə bu bərabər yanlı üçbucağın hündürlüyü həm də medianı olur. 90 dərəcədən çəkildiyi üçün 7 7 bölür. Burada 7 düşür. Kiçik üçbucaqda yuxarıya çəkdikdə 6-nı 3 3 bölür. Burada 90 dərəcə olduğu üçün 3 alınır. Deməli hündürlük 3 üstəgəl 7 10-a bərabərdir. Ümumilikdə isə qayda belə idi ki, hündürlük orta xəttə bərabərdir. Belə. 20-ci sualda radius 2 olan mərkəzi O nöqtəsi olan çevrənin AB qövsünün uzunluğu 0,5 santimetrdir. Gəlin çevrəni çəkək. Çevrənin AB qövsünü verib, bu qövsün uzunluğu 0,5 pi verilibdir. Radius da 2 verilib. Bizdən bu dairə sektorunun sahəsini istəyir. Şagirdlər, burada, məsələn, düsturları bilməyən şagird bunu üçbucaq kimi düşünüb, bura 2 yazıb, sanki AOB üçbucağının sahəsini tapırmış kimi tərəf vur hündürlük böl 2 yaza bilər. Cavab olur 0,5 pi. Amma ətraflı yazı tələb edən sualda bu üsulu tam doğru qəbul etməyə bilərlər. Nə etmək lazımdır? Tənasüblə. Çevrənin uzunluğu 2 pi olanda sahəsi nə qədərdir? Pi kvadratdır. İndi 0,5 pi olanda sahəsi x-dir. Buradan 2 pi vurulsun r vur x bərabərdir 0,5 pi vur pi r kvadratdır. Nə almış oluruq? İxtisar eləyək bunları. R ixtisar olunur 1-i, pi'nin 1-i ixtisar olunur. 2x bərabər olur 0,5 pi vur 2-yə. 2'lər də ixtisar olunsa x-i tapırıq 0,5 pi. Dairə sektorlarını, ümumiyyətlə dairə hissələrinin sahələrini həmişə uyğun tənasüblər yazaraq həll etmək mümkündür. 21-ci sual tərs trigonometriya və çevirmə düsturlarına aid bir nümunədir. Əvvəllərdə uşaqlar kotangensi CTG kimi yazırdılar. İndi bunun kotangensi olduğunu bilməliyik. Tərs trigonometrik ifadəyə nəticəsi bir bucaqdır. Mən oradan alfa dedikdə deməli kotangens alfa 3/4 alır. Düzbucaqlı üçbucağı çəkdikdə kotangens alfa bitişik katetin qarşı katetə nisbətidir. Ona görə 4 3 yazsam hipotenuz 5'dir. İndi sinus 2 pi çıxılsın. Alfa böl 2 yazdıqda çevirmə düsturu ilə bu mənfi sinus alfa böl 2 alınacaq. Mən indi buradan sinus alfa böl 2'nin düsturunu bilməliyəm. Düstur dərəcə azaltma düsturundan alınır. 1 çıx kosinus alfa böl 2'dir. Mən burada sizə əlavə bir üsul da deyəcəm. 1 çıx 5/4 böl 2'dir. Buradan nə alırıq? Mənfi 5/1 böl 2, o da 1 böl 10. Cavab B variantı. Bu sualın, məsələn, bir üsulu da nədir? Tutaq ki, baxın, sinus alfa böl 2 düsturu necə yaranır? Kosinus alfa bərabərdir. Kosinus 2 vur alfa böl 2, bu da 1 çıx 2 sinus kvadrat alfa böl 2'dir. Buradan 2 sinus kvadrat alfa böl 2 1 çıx kosinus alfadır. Deməli, sinus kvadrat alfa böl 2 1 çıx kosinus alfa böl 2'dir. Bu sualda şagirdlər bizim bir maraqlı üsulumuz da var. Baxın, burada qarşısında mənfi var. Mən bu alfanın içindən bir tən bölən çəksəm. Buranı alfa böl 2 alfa böl 2 bölsəm. Bura 5k deyəndə bura 4k düşürmü? Tən bölən xassəsinə görə. 9k bərabər 3'dür deyə k'ya 3'də 1 düşür. Ona görə bura düşür 4 böl 3. İndi 4 böl 3'ü yazdımsa mən bu hipotenuzu necə tapacağım? Buradan Pifagor teoremi ilə 16 böl 9 üstəgəl 16 16. Burada 144 160 böl 9 deməli hipotenuzu tapıram. 4 kök 10 bölünsün. Neçə? 3 tapdım. İndi kosinus alfa böl 2 bizə nə verəcək burada? Bitişik katetin, yəni 4'ün hipotenuza nisbət. Bu da 4 kök 10 bölünsün 3'dür. Doğru cavab burada 3 böl kök 10 aldıq. İndi diqqət edin. Bir misal daha
Cavabı neçə aldıq biz? 1 böl kök 10 aldıq. Bir misalda 3 böl kök 10. Amma burada nəsə bir səhv var deyə belə olur. İndi bu səhvi tapmaq lazımdır. Mən birinci sulda səhv etmişəm, yoxsa ikinci sulda? Diqqətlə bax. Burada səhv nədə ola bilər? Şagirdlər. Bu alfa bucağı ki demişik biz kotangens alfaya 4 bölü 3. Biz onu təm böldükdə, təm böldükdə. Burada səhv etmiş ola bilərik. Doğru versiyanı tapmaq üçün mən digər üsulu izah edəcəm sizə. Baxın. Burada 3, bura 4, hipotenuz 5. Bu bir üsulla da səhv etmiş ola bilərdim. Mən burada düşünmürəm səhv olduğunu, amma yenə də baxmaq lazım. Kotangens 4 bölü 3-dürsə, buradan sinus alfa bölü 2 alırıq. Sinus alfa bölü 2'ni tapmaq üçün 1 çıx kosinus alfa bölü 2 yazdıq, düzdür. Kosinus alfanı 4 bölü 5 yazdıq. 5'də 1 bölü 2 burada doğrudur. İndi gəlin digər bu üsula baxaq, səhvi burada görəcəyik. Bura alfa dedikdə biz bunu axıra qədər uzadıb hipotenuzu 5 yazsaq, onda bu hissə, axırıncı yazdığım hissə, hipotenuz çəkmək istədim. Buradan çəkdiyimiz bu hipotenuz buranı alfa bölü 2'yi böləcək. Buradan 3'dür, bura 9'dur diye kök altda 90 eləyir bura. O zaman burada biz kosinus alfa bölü 2'ni, mən səhvimi gördüm. Bu misalda sinus alfa bölü 2 axtarırdım. Burada kosinus alfa bölü 2 yazdım. Əslində mən sinus alfa bölü 2'ni yazmalıydım. Sinus alfa bölü 2 3 bölünsün 3 kök 10'dur. 1 böl kök 10'dur. Burada diqqət edirsiniz, kosinus yazmışam. Deməli, sinus alfa bölü 2 yazsam, 3 bölünsün 3 bölünsün. Hipotenuzu burada neçə tapdıq? Kosinus alfa bölü 2 burada 3'də 4'dür. Səhv edirəm yenə də. 3'də 4'ü bölməli idim. 3'də 4'ü bölməli idim. 3'də 4 kök 10'a. O da 1 böl kök 10'dur. Düzbucaqlı üçbucağın içindən tənbölən çəkmək və ya qırağında bərabər yanlı üçbucağı yaratmaq. Baxın, bu çox yaxşı üsuldur. Sadəcə olaraq diqqətli olmaq lazımdır ki, səhv etməyək. Burada biz sinus axtarırıq. Mən cavabda kosinus yazmışam və deyirəm ki, səhv etmişəm nədir? Belə. 22-ci suala baxırıq. İkiyüzlü bucağın xətti ölçüsü 90 dərəcədir. Daxilində yerləşən nöqtədən üzlərinə qədər məsafənin biri 5'dir, biri də 12'dir. Hipotenuza qədər olan məsafəni tapmamızı istəyir. Doğru cavab 13'dür. Burada ikiyüzlü bucaq dedikdə biz adicə xətti bucaq da çəkib məsələni həll eləyə bilirik. 5, 12, hipotenuz 13 olur. Rasional ifadələrin sadələşdirilməsinə aid kifayət qədər çətinliyi artırılmış bir misal. Bunu yazmaq üçün mötərizələrin içini hissə-hissə hesablayaq, texniki səhv etməyək. Burada A çıx 5 ortaqdır. A çıx 5'in kvadratı üstəgəl 15A. Bu bizə nə verəcək? A kvadrat üstəgəl 5A üstəgəl 25 böl A çıx 5. Birinci ifadə budur. Bu ifadədə, baxın, bu mənfini burada mənfiyə çevirsək, bunu üstəgəl eləyib buranı A çıx 5 yazaram. Burada isə A çıx 5 vur, A kvadrat üstəgəl 5A üstəgəl 25. Deməli, ikinci toplanan bu birinci toplanan idi. İkinci toplananı mötərizənin için. Yazaram A çıx 5 vurulsun. A kvadrat üstəgəl 5A üstəgəl 25. Birinci kəsri vuracağıq A çıx 5'e. Onda alırıq 25 A çıx 125. Üstəgəl ikincini vuracağıq. Natamam kvadrat olan A kvadrat üstəgəl 5A üstəgəl 25. 2A'nı vururam deyə olur 2A kubu. Üstəgəl 10A kvadrat üstəgəl 50A. Çıxılsın. Buradan nə alıram mən? A kubu çıx 25A kvadrat. İndi kəsin sürətin sadələşdirməyə baxaq. Məxrəcdə dəyişmir heç nə. A çıx 5, A kvadrat üstəgəl 5A üstəgəl 25.
Sürətdə alınır, baxın, 25A, 50A, 75A. Alırdıq A kubu. Çıx 25A kvadratı, çıx 25A kvadrat. 2A kubundan A kubunu götürmüşdük. Üstəcə 75A çıx 125. Bu bizə şagirdlər kəsirin sürəti A çıx 5-in kubunu verir. Diqqət edin. Birincinin kvadratın ikinciyə hasilinin 3 misli, birincinin kvadratının ikinciyə hasilinin 3 misli, birinci vur ikincinin kvadratının 3 misli. Aha. Nə almış olduq? İndi bu ifadəni mən vuracam. Bərabərlik yer çatmadığı üçün yanaşı yazıram. 1 bölü açıq 5-ə, bir də A kvadrat üstəgəl 5A üstəgəl 25. Burada da açıq 5. Diqqət eləyin. Baxın, bu ifadə bir-birini apardı. Açıq 5, açıq 5, açıq 5. Bu da kub elədiyi üçün ümumi ifadələrin hamısı ixtisar getdi. Doğru cavab 1 qaldı. Silindrin yan səthinin sahəsini 36 pi verib, ox kəsiyinin sahəsini istəyir. S yan silindir 2 pi RH-dır. Ox kəsiyinin sahəsi isə 2 RH-dır. Bu iki düsturu müqayisə etdikdə S yan bərabər olur. Pi vurulsun ox kəsiyinin sahəsinə. 36 pi yazdıqda deməli ox kəsiyinin sahəsi 36 alınacaq. 25-ci suala baxırıq. Düzgün dördbucaqlı prizma verib. Düzgün dördbucaqlı prizma verib. Hündürlüyün 3 verib. Buradan yan tilləri çəksək əgər, oturacağın tərəfinə A desək. Həcm düsturu 3-də 1, S oturacaq vur H-dır. 64 olduğu üçün tərəfi 8 tapır. Bizdən yan səthin sahəsini istəyir. Piramidanın yan səthinin sahəsi oturacağın perimetri vur apofemin yarısı olur. Mən indi buradan hündürlük çəksəm, yan üzün hündürlüyünü, bu apofem olacaq. Bunu birləşdirən katet isə kiçik yerdir. Tərəfin yarısı 4-dür. H-ı da 3 veribdi deyə, H3 verib deyə biz artıq buradan nə tapırıq? Pifagor teoremi ilə apofemi tapırıq ki, 25 apofem 5-dir. Onda yan səthin sahəsi bərabər olur. 2-də 1 vur, 64 vur 5. 2 64 ixtisar etsə 32, cavab 160. 26-cı sualda bir xırda səhv var. Bu kompleks dəyişənli tənlik olanda buradakı P və Q-nün həqiqi ədəd olduğunu verməlidir. Həqiqi ədəd olduğunu verməlidir ki, biz bir kökü gördükdə digər kökü də bunun qoşması kimi düşünək. Onda P bərabər olur Z1 üstəgəl Z2, yəni 4-ə. Q üzürlü sayın şagirdlər. Kompleks ədədlərdə qalmışdıq. Burada kvadrat tənliyin köklərindən Viet teoremi ilə 2 çıx 3-i, 2 üstəgəl 3-i yazdıq. 4 çıx 9 i kvadrat. I kvadrat mənfi 1 olduğu üçün 13 tapırıq. P və Q həqiqi ədədlərinin cəmi doğru cavab 17 olacaq. 27-ci sualda A, B natural ədədləri C ortaq olmayan sadə vurğular verilibdir. Uyğunluğu müəyyən etməyimizi istəyir. Deməli, A 2, 5, 7, B 5, 7, 13-dürsə, birinci ədəd üçün əbob ortaq olan 5 və 7-nin hasilidir. 35. C ortaq olmayan vurğular isə burada 2 və 13-dür, hasili 26-dır. Əkob isə 26 vur 35-dir. Burada 2, 5, 7, 5, 7, 13. Birinci ədəd üçün əkob bərabər olacaq nəyə? 26 vur 35. Burada 700 və 26-nı 30-a vursaq 780, 130 da gəlsə üstə 910 almış oluruq. Buradan doğru cavab hansı olacaq? 1-ə uyğun olanı mən görmürəm. Baxın, sizdə əgər səhv etmirəmsə, 1-ə burada doğru cavab uyğun gəlmir. Niyə? Çünki
2, 5, 7, 5, 7, 13'dürsə. Ortaqlar 5 və 7-dir. Ortaq olmayanlar isə 10 vur, 7 vur 13, 910-dur. Əçob. C isə 26-dır. Ona görə 1-ə təəssüf ki, burada doğru cavab yoxdur. İkincidə 2, 5-dir. B, 2, 3, 5-dirsə A, B-nin bölənidir. Ona görə əbob 2-yə C uyğundur. Ortaq olmayan vurğular isə C 3-dür. Əkob isə B-dir. 2-yə C uyğundur. Üçüncüdə isə 3, 5 ilə 2, 13-dürsə qarşılıqlı sadə ədəddir. Əbobu 1-dir. Ortaq olmayan vurğuların hasili burada D-dir. Yəni əkob olacaq A vur B. Burada deməli C 39. Bu böyük ehtimalla birincidə 2, 3, 7 imiş. 2, 3, 7 olduqda bu halda ortaq olmayan vurğular ortaq olmayan vurğular yenə də doğru cavabı vermir. 2, 3, 13-də 39 olur. Təəssüf ki, bu sualda texniki səhv var. Situasiya tapşırıqlarına baxırıq. Murad öz bağında əhmək üçün bağçılıqdan gilası 4 manata alıb. Almanı 3 manata alıb. Əriyi isə 5 manatdan alıb. Alma tinklərinin sayı 32-dən çox, 42-dən azdır. Həm 5, 5, həm də 7, 7 bağlamaq olursa, deməli, alma tinklərinin sayı həm 5-ə, həm də 7-yə bölünməlidir. Deməli, 35-dir. 28-ci sualda işimiz asan oldu. 29-da yazıb ki, 30 ədəd gilas və ərik tinki aldı. Ərik tinklərinin pulunu dostu Azad ödədi. Ərik tinkləri gilas tinkindən 2 dəfə çoxdursa, deməli, gilasa x yazdıqda əriyə 2x yazacağıq. 3x 37 üçün x-i 10 tapırıq. Deməli, gilasa 10 dənə gilas ağacı alıb, ərik 20 dənə alıb. İndi sualda nə deyir? Azad ərik tinklərinin pulunu ödəyibdir. Əriklərin də birinin qiyməti 5 manat idi. Yuxarıda qeyd etmişdik. Neçə manatlıq ərik tinkini aldığını deyir. 20-ni 5-ə vuracağıq. 100 manatlıq almış oldu. İndi alınan meyvə ağaclarından təsadüfən biri seçilərək əkilir. Deməli 35 gilas ağacı əkib, səhv elədik. 35 dənə 28-ci sualda alma ağacı idi. 35 alma ağacı əkib, 35 alma ağacı. 20 ərik ağacıdır, 10 dənə də gilas ağacıdır. Əkilən deyir ki, təsadüfən biri seçilib əkilir. Gilas və ya ərik olma ehtimalı. Gilas və ya ərik burada 30 dənədir. Cəmsi isə mümkün hal sayı 65-dir. Əlverişli hal sayı 30-dur. Ona görə hadisənin ehtimalı 30 bölü 65, 5-ə ixtisar aparsaq 13-də 6 alarıq. Beləliklə bu sınaq imtahanının da sonunu çatdıq. Növbəti sınaq imtahanlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.